Salam əziz şagirdlər, dəyərli valideynlər, həmçinin riyaziyyat sevərlər. Müraciət etdiyiniz zaman siniflər üzrə bölgüdə, məsələn 9-cu sinifin şagird deyir ki, valideyn deyir ki, A qrupunda iştirak etsin övladım, 11-ci sinifdə A qrupunda, 10-cu sinifdə A qrupunda iştirak etsin. Bununla əlaqəli yoxlanış dərsini təklif edirik. Yoxlanış dərsi zamanı valideynə, şagirdə maraqlı gəlir, görəsən nə suallar verəcək, bu adam çox hazırlıqlara getməyib filan. Çox da çətin olmayan suallar yönümlü yanaşırıq, məntiqi təfəkkür, qavrama yönümlü yanaşırıq. Onlardan birinə də aid məsələn, nə sualdır? Alınsa 199-un kvadratı üstə gəlinsin 399. 9-cu sinifdə bunu bu şəkildə veririk. 11-ci sinifdə 399 üstə gəlir 199-un kvadrat formasında veririk. Buyur, necə hesablayarsan deyirik. Yəni bu çox da çətin olmayan bir şeydir. Məsələn, illa ki bir şagird 7-ci, 8-ci sinifdə bu sualı, bu düsturu görüb. A üstə gəl B-nin, inanıram ki, riyaziyyata biraz maraq olan valideyn belə yadına düşmüş olar düstur. A üstə gəl B-nin kvadratı. Açılışı nədir? Birincinin kvadratı üstə gəl 2 vurulsun, birinci vurulsun, ikinci üstə gəl ikincinin kvadratı deyə. Nə? Cəmin kvadratı düsturu. Şagird baxanda görməlidir ki, 199, burada 199-un 2 mislinə oxşar bir şey var. Bunu necə yaza bilərəm mən? 199-un kvadratı üstə gəlinsin 398, üstə gəlinsin 1 kimi ayırsam. Burada problem yox. Bu 398 də yaza bilərəm. Birincinin kvadratı üstə gəl 2 vurulsun 199 edəcək 398. Bir də vurulsun ikinci. 1-ə vursam da zaten nəsə dəyişməyəcək öz yerində. Üstə gəl bu 1-i də mən 1-in kvadratı yazsam da yenə nəsə dəyişmir. O zaman A kvadrat 2AB B kvadratı görə bildikmi? Bu tərsdən də geriyə qayıtmaq olur deyə A kvadrat 2AB üstə gəl B kvadrat. Tərsdən geriyə qayıtdığımız zaman olur 199 üstə gəl 1. Bir də bunun xaricdən kvadratı. 199 üstə gəl 1 200. Olur 200'ün kvadratı. Buraya da yazsaq kifayətliyir. Sadəcə bunu necə vururuq? 200 vur 200 deyə. 2-ni 2-yə vurdum 4. Sonuna 4 dənə də 0 artırıram. 1, 2, 3, 4. Bu qədər bəsit. Oldu cavab gözünüzün qarşısındadır.